İlyas Əfəndiyevin bir əsəri var idi, bilmem bir adınızdadır mı? Geriye bakma koca. Orada güzel bir yer var idi. Yani hiçbir bey, hiçbir kişi özüne sıkıştırmaz ki onun nökeri geçsin başkasının yani eşeğin yanında yani ondan nəsə istesin. Xüsusən bu beydi, bu bunun təhkimçisi, bunun işçisi, bunun deyək ki nökeri ehtiyac içində yaşayır. Elə şey olar. Yaxşı. Deyək ki, heç hökumət yoxdur, filan yoxdur, İlham Əliyev. Sən şahsan, xansan, yaxşı özünü belə çox yemiş turas kimi aparırsan, belə diş buranı da göstərin qoy. Və sən niyə razı olursan ki, sənin nökərin, sənin təhkimçin zibil qabından zibil yığır? Mən ölüm buna baxın. Baxıram belə, valla, yani biz papağı isti suya üçün qoyuruq ya artıq. Yani köynə kişilər papağı o, baxın. Musiqini özüm vermirəm ki, şey eləməz. Bax, bunun yerişinə bax. Sərvətinə, varına, dövlətinə baxır ha, belə dağa çıxıb, ətrafa baxır ki, buralar hamısı mənimdir, bax. Ha, yerişə bax, sevgilisin, şeyini də düz tutub, baxın. Şeydir, o, xaç atasıdır, qardaş. Yəni, kinolara da baxıb, özünü şey kimi aparır, baxın. Utanmır da, mən prosto, mən inanın, yəni belə bilmirəm nə demək. Bilmirəm, bu. Baxın, bir dənə bunun uşaqları yemək üçün havaya avara oturur samolyota, buradan gedir Amerika, orada bir yemək yiyir, oradan da çıxır, gəlir Avropanın hansısa deyək ki şəhərinə, oradan nəsə alıb, oradan da gəlir bir gün ərzində. Baxın, görün, burada təkcə o təyyarənin benzinlə xərclənən pulun şeyinə baxın. Uşaqların pulunu kəs, ver öz uşaqlarını. Prost nə bilim valla, yəni bu bunların nökəri bu Sabir Rüstəm xanım deyir, düzü heyrətə gəldim. Amma heyrət neyləsin qardaş, burada qeyrət gərəkdir. Yəni qeyrət görünür, bizim qeyrət problemimiz var dostlar.